Hazır bir Kərbəli olaraqdan ən sevdiyim bir gözəl aydır, əlhəmdülillah. Bu ayı istəyirəm ki, Allah Azə Şanə rəhmət eləsin dedi, bu ay bitmə, bu Ramazan ayı. Bu həqiqətən bu Ramazan, istərdim ki, ilin heç olmasa bir 6 ay Ramazan ola. Çünki bu ayda insanlar çalışır ki, biraz danışığına fikir versin, insanlar çalışır ki, biraz günah, düzdür, heç vaxt günah etməmək lazımdır. Amma indi təbii ki, insan qul xətasız olmaz da, belə bir söz var. Amma ki, bu ay bir gözəl bir aydır. Bu ayda mən özümü çox gözəl hiss edirəm. 4 ildir mən namaz qılıram, oruç tuturam, hacıyam. Ondan qabaqki illərdə oruç tutmamışam, Allah günahlarımdan keçsin. Amma bu 4 ildir bu ay, bu Ramazan ayını hər il xüsusi gözləyirəm. Şaban ayı, Rəzəb ayı, bu seçilmiş aylardır da bir 3 ay. İnsanlara bayram ovqatı ilə öz təəssüratımı bildirirəm. Uca Allahdan arzu edirəm ki, bizim bu Azərbaycan xalqı çəkdikləri əziyyət, çətinlik hamısı arxada qalsın, müharibələr yox olsun, yer üzündən silinsin. İnsanlar, bizim Azərbaycan xalqı, dünya xalqı ilə baham bir yerdə firavan həyat yaşasınlar. Fitrə namazı qılmışıq, nazirlərimizi vermişik. Bu bir ayda oruçluğumuzu qəbul eləmişik, tutmuşuq, belə də dualar eləmişik. Bugün özünüzü necə hiss edirsiniz? Çox gözəl. İstəyirik, ancaq ki, oruçluğunu arıqmağımızda biraz pis oluruq. İstəyirik, həmişə oruc olaq. Bugün müqəddəs Ramazan bayramıdır. Bütün müsəlman əhlinin bayramını təbrik edirəm. O günlər olsun, gələn il bu vaxtda hamı istədiklərinə nəsib olsun, gözəl günlər nəsib olsun. Bir yerdə oruclarını tutmaq, bir yerdə müsəlman kimi hamı birləşib, eyni gündə tutub, eyni gündə namaz qılmağı Allah Taala bizlərə nəsib eləsin. Allah qəbul eləsin. 3 bayramdır. Bugün həm Ramazandır, həm Novruz bayramıdır, həm Cümə günüdür, gözəl gündür. Gözəl günlərimiz inşallah həmişə belə xeyirli olsun.